Hava dəyişəndə əhvalının da dəyişdiyini hiss etmisən? Günəşli günlərdə daha enerjili, yağış yağdıqda isə daha yorğun və həvəssiz hiss eləyirsən. Bunun psixoloji olaraq bir açıqlaması var. Havanın insanların hisslərinə təsiri elmi olaraq isbatlanıb. Günəşli günlərdə beynimiz daha çox serotonin ifraz edir. Bu hormon bizi daha xoşbəxt və sevincli hiss etdirir. Buna görə də hava isti olanda daha enerjili və pozitiv oluruq. Buludlu, yağışlı, soyuq havalarda isə serotonin azalır və yerini melatoninə buraxır. Melatonin isə bizim özümüzü yorğun, yuxulu və daha depressiv hiss etməyimizə səbəb olur. Mövsümi psixoloji təsirlərlə baş etmək üçün sizə bir neçə ipucu verəcəm. Fiziki olaraq aktiv olun, çünki idman beynimizin serotonin ifraz etməsini sürətləndirir. İkinci, mütləq qidalanmağınıza diqqət yetirin və vitaminlər qəbul edin. Və ən əsası, əgər uzun müddətdir əhvalınız aşağıdırsa, psixoloji dəstək almaqdan çəkinməyin.